videosunu pozdurmaq üçün pul təklif eləyir. Amma İlhamın Mehribanı söyülməyinə razıdır. Cavid Öylədir. Qurbanovun anasını niyə söyməyim ki? Cavid Qurbanovun adamı gəlib qəhbə anasının, qəhbə arvadının videolarını pozdurub. Amma İlhamın Mehribanı yox. Amma hamısı dildə cənab prezidentə canımız qurban. Hamısı yaltaq, saxtakar, qorxaq cındırdılar. Ona görə də Pula söylə. görə. Pula görə. Hamısı pul. Görü genosidlə məşğuldurlar. Qardaş, bax bu dəqiqə ki, və bu yığılmış məmurlar, neçə ilin məmurlardır. Bu boyda, illər boyu bir yerdə oturmaq olar. Ha? Amma bunu 3 il, 4 il, 5 il dəyişin də. Görün, baxın, görün. Bütün Azərbaycanda normal vəzifə olan yerdə bir dənə qazi var, ya qazi ailəsindən adam var. Bu aşağı təbəqəni bilirsən, rabotçi sila kimi. Budur, bax, mənəm, bax, 2023-də Heydər Əliyev sentrinə getmişdim, yaxın qoymadılar. Mən dedim, ya Mehriban Aliyevana, ya Leyla Aliyevana görüşmək istəyirəm. Dedilər, yazılmaq lazımdır, özə çox gözləyəcəksən, bu mümkün deyil. Qoymurlar. Mən nə varım? Mən bu uzaqlıqda yoldan işimi, gücümü atdım, getdim. Sonra da şınqıra qoşurlar ki, Akif özünə Azərbaycanda biznes yaratma. Mənim nəyimə lazım? Mənim özümün burada işim, gücüm. Mən 2001-dən buradayım. 91-dən də Avropaya gəlib gedən. 2001-dən Parisdəyəm. Allah'ım bu günlə şükür, acından da ölmürəm. 70 euro ilə gəlmişəm buraya. 70. Cibimdə 70 euro vardı Parisə düşəndə. Onunla da bir qəpiy artıq yox idi. Ölmədim ki. İndiyə nə qədər mən Azərbaycanın çörəyi ilə pulla dolanmışam ki, indən belə də dolanam. Mənə lazım deyil. Mən burası getdim ki, danışaq, işi çürüdək, yoluna qoyaq. Onda razı olmadılar. Olmadılar, biabır eləsinlər də, mənlik deyil ata. Mən nə qədər can atdım ki, nəsə də görmək, qoymurlar yaxın. Genosid, mən buna nə deyərəm? Ancaq genosid. Başa düşürsən, milləti qırırlar. Özə, ay millət, qulağınızı açın, yaxşı eşidin. Yağ almayın o palma yağı. Palma yağı ürəyi xarab eləyir. Orqanizmini bütün zəsarət bu tromb olmur bu ürəkdə. Tromblaşdırır. Bax gör, axırıncı bir 10-15 ildir Azərbaycanda ürək xəstəliyi, raq xəstəliyi baş alıb gedir. Bəzi anası göykəklər gətirirlər palma yağını, soxuşdururlar başqa adla. O bayaq dedi Elman ki, başqa yağlarla qaçışdırırlar, genosidlə məşğuldurlar. Milləti qırırlar. Qırırlar milləti. Parmağınızı yumun, bir dənə qazi ailəsindən nazirlikdə işləyən görsədin, görüm. Parmağınızı yumun, görün, bir dənə polis rəisi var, qazi. Ha? Yox, heç kim yoxdur. Ona görə milləti qırırlar. Qaçan da Azərbaycan. Azərbaycan boşaldırlar. Ondan sonra olacaq hər şəhərin özünün qubernatoru, özünün prezidenti. Elə moment də gələcək ki, Azərbaycanın adı da gedəcək. Azərbaycan olmayacaq. Görmürsünüz, Azərbaycanı boşaldırlar. Hələ indən sonra da məmurların balalarına təzə nazirlik açmaq istəyirlər. Demirlər ki, qazilərin 80, bax, bir dənə nəsli xarab bu deputatların biri çıxıb demir ki, ay kişi, bu oğlanlar getdi bizim vətənimizi qorudu, canlarını verdilər orada. Bu utanmırsınız, bu 80 manat nədir? 40 euro deyil, eləmir daşı. Mən burada bir neçə fransuza demişəm, deyirəm bizim müharibədə olan bilirsiniz nə qədər pul alır? Deyir nə qədər? Deyirəm 40 euro maksimum. İnanmırlar. Deyir 40 euro da pul vermək olar. Ona deyir orada nə almaq olar? Deyirəm heç nə.
Bir günün hiçbir iti zaman. və bir